Bugün Azərbaycan ordusunun aprel qələbələrindən bir il ötür. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə, Tərtər, Ağdam və Xocavənd Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə 4 günlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seyidsulan məntəqəsini azad etdi. Azərbaycan ordusu Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi nəzarəti də ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-ədək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. Düşmənin 320 hərbiçisi öldürüldü, 500-dən artıq hərbiçisi isə yaralandı. Aprelin 5-də saat 12-dən etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Döyüşlərin yekunu olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarət altına alındı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi. Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqəti, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi və beləliklə aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu. Aprel döyüşləri zamanında biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Nəyi eləmək istəmişiksə onu da eləmişik. Ancaq aprel döyüşləri zamanında əgər biz geniş miqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.